Tədbirdə hüquq mühafizə orqanlarının əməkdaşları, yerli icra və bələdiyyə nümayəndələri, eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Çıxış edənlər narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən bəhs edərək, bu bəlanın insan sağlamlığına, ailə institutuna və ictimai təhlükəsizliyə mənfi təsirlərinə diqqətə çatdırıblar. Qeyd olunub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir və bu sahədə profilaktik tədbirlərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, narkotik cinayətləri yalnız hüquq pozuntusu deyil, həm də cəmiyyətin gələcəyinə yönəlmiş ciddi təhdiddir. Bu səbəbdən gənclərin zərərli vərdişlərdən uzaq tutulması, onların sağlam həyat tərzinə təşviq olunması və maarifləndirilməsi mühüm vəzifələrdəndir. Çıxışlar zamanı narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işinin əhəmiyyəti xüsusi vurğulanıb, iştirakçılar narkotik vasitələrin insan həyatı və cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumatlandırılıb. Sonda qeyd olunub ki, narkomaniyaya qarşı mübarizə yalnız hüquq mühafizə orqanlarının deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir. Sahil Əliyev, xanım Rüstəmzadə, Rahib Babayev, NTV Xəbər.